Bir də vaxtınız xeyir olsun dəyərli futbol sevərlər. Xəzər Liqasındayıq. 6-cı sezon günün ilk qarşılaşması Logos və Şimal Gres arasında baş tur etələsi tanış edək. Logos komandasında qapıda Agil Hüseynov'da 4, Agif Nəsibov 11, Ayxan Süleymanov 7, Vüsal Gözalov 9, Zeynal Cahangirli 14, Əkbər Quliyev 10, Mir Kamil Kazımzadə 8, Salışzadə Şəhriyar və 5, Ceyhun Osmanov. Gres komandasının heyətini sizə təqdim edək. Qapıda Böyünrəy Mustafayev başlayacaq bu ihtimal. 2, Jen Afanasyev, 3, Qafar Qafarov, 4, Kenan İbrahimov, 5, İlkin Allışov, 6, Asif Əhmədov, 7, Malik Zeynalov, 17, Nihat Əhmədov və 13 komandanın kapitanı və rəhbəri İlkin Heydarovdur. Belə bir maraqlı heyətlə qoşulacaq bugün hər iki komanda. Yaşıl gemdə çıxış edir debutant Logos klubu, ən-nəvi göy gemdə isə Şimal Gres. Belə işlə maç başladı, hər iki tərəfə uğurlar arzu edirik. Top Nihat Əhmədova gəlmişdi. Yenidən Asif Əhmədov, Nihat Əhmədovla oynuyor. Afanasyev. Heydarov. Malik Zeynalov. Ötürdüğü sonunda komandaşlarından heç kəs yox idi. Kenan İbrahimov hal-hazırda ehtiyat skamyada öz növbəsini gözləyir. Eyni zamanda Qafar Qafarov və İlkin Allışov. Şimal Gres komandasının heyəti. Leks Almini gələnlər, xoş gəldiniz. Əlil Əkbərlə, xoş gəldin qardaş. Top Logos komandasında. Komandalaşıl oynuyor. Rey Mustafayev qarşıladı. Mustafayev ötürmə sol cinata. Malik Zeynalov. Və hesab açıldı. Zeynalov, Malik Zeynalov hesabı açdı. Bir 0. Demək olar ki, ikinci dəqiqədə Malik Zeynalov hesabı açdı. Afanasyev topladı. Asif Əhmədov. Zeynalov. Alt Şimal Gres. Heydarov. Rey Mustafayev. Malik Zeynalov. Logos komandasında qalır top. Hücum əmləsi Logos'da. Zərbə də cəhdi var. Hələ ki müdafiəni yarmaq mümkün olmadı. İndi əla hərəkətlər. Logos'un 8 nömrəli oyuncusu Şəhriyar Talışzadə. Dribling edərək çarmıçasına daxil oldu, amma ötürmə etmək mümkün olmadı. Heydarov topladı. Gres'in kapitanı. Nihat bir oyuncudan sıyrıldı. Nihat Əhmədov. Out. Ayxan Süleymanov'dan top meydançanı tərk etmişdi. Yine Nihat zərbə indirdi və əla reaksiya Agil Hüseynov'dan gəlir. Gün zərbəsi. Yine Nihat, yine Agil Hüseynov yaxşı oynadı. Nihat. Jen Afanasyev. Nihat Əhmədov. Heydarov. Gün zərbəsi. Şəhriyar Talışzadədən top meydançanı tərk etdi. Qarzan İlqar bəy, yanımıza xoş gəldiniz. Yine alt Şimal Gres. Dəfə isə ikinciden zərbə. Novruzov, xoş gəldiniz. Yeni gələnlər, xoş gəldiniz. Son zərbə Nihat Əhmədovdan. Toxunuş isə qalkipirdən olduğu üçün yenə Gres'də qalır top. Heydarov. Asif Əhmədov. Nihat. Asif Əhmədov. Nihat.
salmamışdı divar ötürmələri, amma sonda müdafiəçilər müdaxilə edə bildi. Yenə Nihat topladı. Sevdiği nöqtələr zərbə indirdi və sonunda Agilsenov toxundu. Riske getmədi. Birdən çərçivəyə yönələr deyə toxunmalıydı, elə də oldu. Məqşum şansı ola bilərdi, amma yenə ləngidi Logos komandasının oyuncuları. Rəyən Mustafayev, Nihat Əhmədov. Getmə, Nihat, bəs, Nihat. Kör oyunu. Asif Əhmədov, ötürmə mükəmməl. Nihat zərbə indirir və yenə Agilsenov qayda top və Agilsenov nələr edir? Ne çıxartdı Agilsenov? İnanılmaz, mümkün olmaz etdi Agilsenov. Xüsusən də təkrar zərbədə bu mümkün deyildi, onu necə çıxartdısa. Ayaq üstə alqırışlanası bir seyf debutant Logos komandasının elə debutant qalkiperindən. Oyuna baxın. Premier sahibi bir seyf idi, gəlini etiraf elə çox möhtəşəm idi. Rəyən Mustafayev. Asif Əhmədov geriyə, Heydarov oynuyor. Ötürməz sağ çanta, Nihat Əhmədov bir hərəkətlə rəqibinə əlaşdırıldı. Nihat Asif Əhmədovla oynuyor, zərbə və top qapıdan aralı keçdi. Çox sürətli qoşuldu Gres gol maşını Şimal Gres komandası. Hücum həmləsi Logos'da. Yeni top Gres komandasına qayıtdı. Asif Əhmədov geriyə, Rəyən Mustafayev. İləri olsun ötürmə Malik Zeynalova çatdı. Onun ötürməsi isə Logos komandasının oyuncularına keçdi. Kamil Kazımzadədən ötürməkdir bu. Zərbə də gəldi və son anda top qapıdan aralı keçdi. Əkbər Quliyev idi yanmıramsa zərbə müəllifi. Heydarov. Asif Əhmədov. Nihat. Top Logos komandasında. Ceyhun Osmanov. Ceyhun. Blok koydu müdafiə xətti. Rəyən Mustafayev. Jene Afanasyev. İkin Heydarov. Top Logos komandasında qala bilərdi, amma yenə də Gres yaxşı pressing tətbiq edərək topu qazana bildi. İndi hücum həmləsi yenidən Gres komandasında Asif Əhmədovda mükəmməl hücum cəhdi və toplarda. Agilsenov bu dəfədə mane olmuşdu demək olar və indi deyəsən vara baxılacaq, yoxsa vara baxılacaq. Gol qeydə alınmır. Aha, gol qeydə alınmadı. Bəyənmirsən bizi, bəyənmirsən. Fair play etdi Asif Əhmədov. Əllə oyunu etiraf etdi. Əhsən, həqiqətən də Gres komandasını alqışlamamaq mümkün deyil. Burada belə fair play var. Xəzər Liqasında 6 sezon ərzində ilk dəfədir ki, mən buna şahidlik edirəm. Bu cür fair play, hansı ki, belə bir hücum, belə möhtəşəm qol və oyuncu etiraf edir ki, bu qol əslində qeydə alınmamalıdır. Çünki əlinə toxunub oyuncunun özü etiraf etdi. Təşəkkür edirəm Premier Lig səhifəsi yanımıza xoş gəldiniz. Heydarov topladı. Top Logos komandasında qalacaqmı? Məsələ indi əsas budur. Çoxuda oyun çərmə zərbəsi. Şəhriyar Talış-Sadiyə qarşı qayda pozuntusu qeydə alındı. Komandanın kapitanı isə Zeynal Cahangirlidir. 9 nömrəli oyuncu məsələ cərmə məhkəməsinə də daxil oldu. Bu oyuncu ötürmə də verildi və oy debutant az qala turnirdə ilk golunu vuracaqdı. Əkbər Quliyev qola çox yaxınlaşmışdı. Növbəti out. Oyunun normal, pas. Minimal hesab elə ki, dəyişilməz olaraq qalır. Heydarov topladı. Malik Zeynalov. İkin Heydarov. Çox hiləgər ötürmələrlə Barcelona sayağı hücum qurdu. Gres
Üçlü hücum xəttində Heydarov, Asif Əhmədov və Malik Zeynalov iştirak etdi. Bu dəfə artıq dəqiq gol qeydə alındı. 2-0. Yanmıramsa son olaraq Malik Zeynalov topu tora qovuşturdu. Yox, Asif Əhmədov. Aha. 8 nömrəli oyuncu Asif Əhmədov fərqləndi. Ceyhun Osmanovun ötürməsi geridə qalmışdı. Buna baxmaraq yenidən topu komandasına qaytarır. Heydarov yenidən topu komandası üçün qazana bildi, amma riskə getməyərək topu meydandan çıxartdı. Əkbər Quliyev. Afanasyev, Malik Zeynalov. Divar ötürməsi əla, Heydarov indi topladı. Nihat. Başla zərbə və qayda top yenə Agil Hüseynov. Yerdə, göydə fərqi yoxdur. Nələr edir? Tabir cıt və Heydarov bağışladı bu dəfə rəqibin müdafiəsindəki kobul səhvi. Şəhriyar Talaşsadə özü yoxluyur və üstən bu zərbə müəllifi 9 nömrəli oyuncu Zeynal Cahangirli idi. Heydarov, Asif Əhmədov, Rəhim Mustafayev, Ceyhun Afanasyev. Nihat birə-bir də çox təhlükəlidir. Ötürmə Asif Əhmədova çatdı. Tabir cıt və Agil Hüseynov qarşılaya bildi. Yenə Ceyhun. Xüsusən də sol ayağı çox təhlükəlidir bu oyuncunun. Heydarovdan sağ için atan Nihat. Asif Əhmədov top torda. 3-0. Gres üstünlüğünü 3 topa çattırdı. Gel. Malik orada, ben burada. Fırat. Marul. Koş gel. Şeyler dal. Heydarov. Ve top orada. 4-0. Gres top fərqini 4'e yükseltti. Mustafayev topu oyuna daxil etməlidir. Malik Zeynalov. Osmanov qarşıladı. Rəhim Mustafayev. Afanasyev. Top etkisi var. Mustafayev topu komandasına qaytardı. Rəhim Mustafayev. Malik Zeynalov. Asif Əhmədov. Action şansı ola bilərmi? Amma birbaşa zərbə ilə yekunlaşdı hücum və qeydək zərbə ilə. Şimal Gres isə time-out götürür. Hesab elə yenidir. 4-0. Logos 0. Gres 4. Dolar mı kalsın? Kimden oynuyor? Hələ ki Logos 0, Şimal Gres 4. Logos.
Qafar Qafarov. İkinci zərbəsi Şimal Qres. Və hiləgər bir gol Qafar Qafarovdan hesab 5-0'a çatdı. Sənin zarfasızdır. Ayağım açıldı. 5 dəqiqə bir oldu. Gel. Kenan İbrahimov. Qafarov. Yine İbrahimov topladı. Alışov. Kenan İbrahimov. Qafar Qafarov. Yine Nihat. Alışov. Jenya Afanasyev. Çok sert zərbə Afanasyev'den geldi ve Agil Hüseynov bu dəfə də inamlıdır. Rəhim Mustafayev. İlkin Alışov. Qafarov. İbrahimov. Alışov. Rəhim Mustafayev. Jenya Afanasyev. Geldi yanına. İbrahimov'da kalır top. Kenan İbrahimov. Nihat. Zeynal Cahangirli'den ötürmez sol cinahda. Logosun hücum cəhdi. Top Nihat Əhmədovda qalır. Nihat. Qafar Qafarov. İbrahimov. Alışov oynuyor. Qafarov. İkinciden zərbə. Ama yok, hər hansı bir toxunuş yoxdur. Kenan. Yakınca. 3 nefer 50 girip ha. Orada. Növbəti out. Gres komandasında. Hesap seyrinde Şimal Gres 5, Logo 0. Agil Hüseynov topu oyuna daxil edəcək.
Jeni Afanasyev. Nihat. Out. Şimal Gres. Logos'un hücum cəhdi ola bilər. Və top Rəy Mustafayevdə qalır. Nihat Əhmədov. İbrahimov. Onun zərbəsindən sonra top çərçivədən aralı keçdi. Dəfə hədəfdən yandı Kenan İbrahimov. Orta, çöp. Kahar çöp. Qafar Qafarov. Nihat. Alışov. Qafarov. Kenan İbrahimov. Nihat. Şimal Gres. Aralı koyabilirsiniz. Logos'un hücumu. Mir Kamil Kazımzadənin zərbəsindən sonra top çərçivədən aralı keçdi. Yine out. Logos. Ceyhan Osmanov. Out Logos. Hələ ki hesab eynidir. Logos 0, Şimal Gres 5. Gün zərbəsi. Şimal Gres. Nihat. İbrahimov. Və top orada. Kenan İbrahimov. Hesabı bir qədər də böyütdü. Şimal Gres 6. Logos 0. Time-out götürür Logos komandası. Maçın son 2 dəqiqəsi.
Qafarov. Out Şimal Gres. Gal Bey. Bizim üçüncü günün oyununu niye yırtma vermirlər? Hə? Gəl bir şeylə. Bu gün inşallah. Gel sen de altına. Gel sen. Sen 6. sezonlarda birinci. Alışov müdaxiləsi var. Top yenə Gres komandasında qalır. Qafarov, Karan İbrahimov və möhtəşəm bir gol Şimal Gres timsalında hesab 6-0 olur. 6 yoxsa 7. Yarımsa 6-cı top artıq Gres. Ya 7 ya 6-cı topunu keçirdi artıq. Elə ilk hissədə Gres. Təbii də, debutant həmişəm turnirə uyğunlaşana kimi bir qədər çətinlik çəkir. Amma sonra artıq toparlanır. İdealı komanda olacaq gələcəkdə Logos komandası. Sadəcə təbii ki, bu turnirə uyğunlaşmaq üçün bir qədər dözməlisən, əzimkar olmalısan. İlk hissə bu hesabla başa çatdı. Şimal Gres 7, Logos 0. Kapıya görün gireceği boş kapıya. Girme. İkincisi də yenə hər bir salmırıq. İlk sənin nəticəsini sizə xatırladaq. Şimal Gres 7, Logos 0 eləcəsə. Alışov, Müreym Mustafayev, Heydarov. Hüseyin'de kalmıştı top. Out, Logos. Geleme. Ortaya bak. Yaxşı bir oyna. Ne oynayasın? Askeres yaxşı. Heydarov. İbrahimov, Malik Zeynalov.
Əla zərbə endirmirdi Malik Zeynalov qapıya, amma azca dəqiqlik çatmadı. Yine Zeynalov. Kasım Əhmədov. Növbəti atışmalı Qres. Heydərov yenidən topla. Alışov. Kasım Əhmədov. Malik Zeynalov. Ceyhun Osmanov'da qalır top. Loqosun hücumu. Ceyhun. Onun zərbəsindən sonra top çəkmədən aralı keçdi. Kenan İbrahimov. Asif Əhmədov. İbrahimov. İkinci zərbəsi. Son zərbə Alışovdan gəldi. Top qapının üstündən keçdi. Gözlə. Tamam. Ceyhun Osmanov. Son toxunuş Mustafayevdən ikinciden zərbə. Gücdən zərbə. Malik Zeynalov. İbrahimov. Heydərov. Qalkiper topu oyuna daxil edəcək. Yox, son olaraq Aqil Hüseynovun toxunuşu qeydə alındı və ikinciden zərbə. Ray Mustafayev. Alışov. Alışov. Ray Mustafayev. İbrahimov. Asif Əhmədov. Nikin Alışov. Növbəti out. Gres. Heydərov. Alışov. İti altında ötürməyə çatmaq mümkün olmadı. Out. Logos. Kimdə? Gel Alışov. Gel. Direkten qayıtdı top. Təkrar epizodda Asif Əhmədov. Növbəti dəfə fərqlənir. Həm qalkiper, həm qapı direği qola mane olmaya çalışdı, amma sonda hissəylə nail oldu Əhmədov. Hesab 8-0'a qədər yüksəldi. Mənim qədər burada çox oynayan yoxdur. Ray Mustafayevin müdaxiləsi var. Mirkamil Kazımzadənin fərqlənməsinə imkan vermədi. İkinciden zərbə. Malik Zeynalov. Ray Mustafayev dərhal zərbə indirdi və top doğru yandan silkələdi. Çalır yana. Ceyhun Osmanov.
Mustafayev'de kaldı top. Heydarov. Asif Əhmədov. Nikin Heydarov ötürməsi sağ şırafda Kenan İbrahimov. Malik. Mirkamil Kazımzadə topla qaldı. Yeni top Gres komandasında. Out. Out. Şimal Gres. Asif Əhmədov. 2-8 nömrə bir-birinə qarşı mübarizə aparır. Şəhəriyar Talaşzadə. Asif Əhmədov var. Mübarizədə idi. Yeni top Gres komandasında qaldı. Malik Zeynalov. Asif Əhmədov. Zeyn Osmanov qarşıladı. İbrahimov yenidən topu Gres'e qazandırdı. Kenan İbrahimov. Malik Zeynalov. Asif Əhmədov və Ağil Hüseynov qolu önlədi. Heydarov. İlkin Alışov. İlkin Heydarov topladı. İbrahimov. Alışov. Asif Əhmədov tabanla fərqlənəcək Asif Əhmədov və Turan bəlkə də ən baxımlı qollarından birinə imza attı. Alışovun da təbii ki ötürməsini xüsusi qeyd etmək lazımdır. Fərq 9 topa yüksəldi. Maçın bitiminə isə təqribən nə az, nə çox, hələ 8, 13 dəqiqə var. İkinci zərbəsi Gres. Caras Süzü'ye bak, sakin dur. Portobaku Elnur Bəşirzadəyə xoş gəldiniz. Caras Süzü'ye başla, sakin. Fair play etdi. Kenan İbrahimov. Asif Əhmədovdan geriyə. Rey Mustafayev. Alışov. İbrahimov. Son zərbə Heydarovdan gəldi. Top qapıdan aralı keçdi. İlkin Heydarov. Hərəkətlər Heydarovdan ötürməsi də verdi və toxunuş yoxdur. Yine Ağil Hüseynov topu oyuna daxil etməlidir. Hərəkətlər yenə İlkin Alışovdan. Rey Mustafayev. Heydarov. Alışov. Malik Zeynalov ayağla tapdı. Malik aşırma vuruş və qapı direğe. Out. Yine Şimal Gres. Ver Malik Çalışova da. Ver. Ne oldu? Kurtular sana Setkaya. Zeyn. Vuruşuna topuyor. Malik. Asif Əhmədovun zərbəsi dəqiqə alınmadı. Logosun hücumu. Rey Mustafayev. İbrahimov. Heydarov oynuyor. Asif Əhmədov. Və Malik Zeynalov hücumu tamamladı. Şimal Gres 10.
Logos 0. Qolu müəllifi də xatırladı Malik Zeynalov idi. Son 9 dəqiqə təqribən vaxt qalıb. Şey buldu da uzun böyle. Out. Gres. Nihat. Və top orada. Nihat Əhmədovdan. Klasik bir gol izlədik. 11-ci top. Logosun qapısında. Nihat. Agilsenov yumrukluyor. Asif Əhmədov. Nihat Əhmədov. Agil və 12. Nihat Əhmədovun ötürməsindən sonra 8 nömrəli oyuncu Asif Əhmədov 12-ci topu tora qovuşdurur. Rəhim Mustafayev. Heydarov. Yine Rəhim Mustafayev. Ötürmədə səhv. Mustafayev yeniden sığortalayır. Afanasyev. İçin Heydarov. Out Gres. Qafarov. Nihat sol ayaqla yoxlayır və sonunda müdafiəçilərdən top meydançanı tərk etdi. Heydarov. Qafarov. Agilsenov dəf etdi. Təkrar epizod. Malik Zeynalov. İçin Heydarov. Qafarov. Başa düşmələri Malik Zeynalovla Nihat Əhmədov bir-birlərini və out Logos. Maçın son 5 dəqiqəsi. Heydarov. Rəhim Mustafayev. Ceyhun Afanasyev. Heydarov. Qafarovla oynuyor. Al Şimal Gres. Rəhim Mustafayev. Nihat. İlk hesabda işimiz olarak alır Gres. 13-cü. Bəli, dəyişdi hesab Nihat Əhmədov. Sanki səsimizi eşitdi. 13-cü qolum Logosun qapısına vurur.
Ayxan Süleymanovun zərbəsindən sonra top qapıdan aralı keçdim. Bir. Yok değil mi? İki. Nihat Ehtiyatlı. növbəti out Gres. Qafarov şansını bu dəfə qaçırdı. Out. Logos. Nihat. 14-cü gol. Logos'un qapısına daxil olur. Şimal Gres 14. Logos 0. Asif Əhmədovdan sağ çinata. Nihat. Ağustinov müdaxilə etdi. Afanasyev. Heydarov. Qafarov. Jenya Afanasyev. Rey Mustafayev. Mustafayev və top tora daxil oldu. Maçın yekun golunu Rey Mustafayev vurur. Hesab. Şimal Gres 15, Logos 0. 3 kal Gres komandasına getdi. Kısa bir fasilə sonra yenidən yanımıza görüşənədək hələlik.